Əziz izləyicilər, çox xoş görmüşük hamınızı. Çoxlu dostlarımız bu zəminədə gözəl fəaliyyətlər göstəriblər. Ancaq mən də öz növbəmdə bəzən dostların istəyinə görə ürəyim istəyib ki, sizi saz öyrənmək üçün əlimdən hər nə gəlsə almaq edim. Bugün çalışacağım sazla necə tanış olmağınızı, sazın qismətlərini tanımağınızı, sazda mizraplar necə vurulması, pərdələr necə düzülübdür. Ancaq birinci cələsə fəqət sazla aşina olmağınızı istəyirəm sizə yetirəm. Çox uzun söhbət lazım deyil, ancaq sazımız bizim iki qismətdən ibarət. Bir çanaq, bir qol. Buna müxtəlif materiallar işlətmək olar, ancaq çanağın ki, əsasda tut ağacı olmalıdır. Qol qisməti girdəkan, ya cəviz, ya qoz ağacı olmalıdır. Bu qismət ki, tənzim üçün cürrənibdir əbzarlar. Bunlara aşıq da deyərlər, quşu da deyərlər. Oradan aşağı gələndə plastikdən pərdələr bağlanırlar. Bunlar hər biri bir dənə notu təmsil edirlər. Yəni, bekara bağlanan bir şey yoxdur. Fəqət bir dənə həm cins o pərdələrlə bir dənə burada bəst bağlanıb. Bu fəqət simi sıxıb saxlamaqdır. Ondan sonra baş xərəyimizdir. Baş xərəkdən sonra nə mən o plastiklə bağlananlar var, hərəsi bir notu təmsil edir. Ki, bir normal sazda gərək 20 dənə pərdə olur. Gəlirik əşaya, bir dənə də əşada xərəkimiz var. Buna üst xərək, buna əşa xərək deyərlər. Və sonunda simlər bağlanır bir dənə vəsiliyə, ona simgir deyərlər. Biz sazı saxlamaq üçün, əgər kəmərdən istifadə eləməsək, sağ qolumuz hətmən bu simgirin üst zaviyəsindən oturmalıdır. Mizrap ki, əlimizdə bir vəsilədir ki, simlərlə irtibatda olur. Hala hər cinsidən olur, olsun. Geçmişdən gələcəkdir. İndi işlətdiyimiz plastikdən olurlar. Onun vəsətdə bir markı var. Yazısı var, bəzən bir əlaməti var ki, əl yeridir. Ondan saxlamalıyıq. 2 barmaq. Bizdə hərə müxtəlif bir sözlər deyir. Son düşüncəmizə görə, əgər bu 2 barmaqla mizrabı vəsət əlamətdən ya o nişandan ki, qoyublar ki, tutaq, istikak yaransın, o pisi barmaqları da gəlib ondan bir sırada saxlayasın. Bu düzgün saxlamaqdır. Dedim, müxtəlif ustadların nəzəri var. Hər kəsən öz rahatçılığını emal edir, amma məndə o cür deyil. Bu, müxtəlif şəraitlərdə, müxtəlif zamanlarda təcrübə olunmuş bir şeydir. Bizə sonda, geçmişdə deyiblər ki, hamımızın bu cür yığını saxlayın, olmur. Yəni, görürük ki, rahatçılıq odur ki, barmaqları sıra ilə hamısı bir qərarda olsun. Ovucun içi boş qalır. Və qolumuz hətmən simgirin üst zaviyəsindən tutulmalıdır ki, biləyimiz müvazat-ı simlər olsun. Mizrab əmud bərsi. Əgər kəmərdən istifadə eləməsəz, hətmən sağ qıtsızın üstündə qopuz ya saz alədir ki, siz örgüşəsi o oturmalıdır və sol əlimizdə duruşluğun hala indi söhbət eləmək hər kəsə gayet rahat olmaya, bəlkə bu müəllimin huzurusu lazım olar ki, məsələn, müəllim yapışa deyə bu belə olmalı. Ancaq bir qılıq var. Biz deyirik, çalışın ki, barmaqlar bir-birinin sırasında, bir-birlərindən fasiləli sazın üzündə dayansınlar. Bir şərtlə ki, baş barmaq birinci barmaqdan qabaqlı olsun. Yəni, belə olsa, yaxşı düzgün olur. Hətmən birinci barmaq hər harda qərar tapdı, baş barmağı ondan 1 sant ya 1 pərdə ya yarım pərdə elmi söhbətində. Ondan qabaqlı olsun, da düz qalsın. Bu, düzgün saxlamışdır bir qopuz ifaçısı üçün. Bunları düşünəndən sonra bizdə yazı olur. Doğan babucu şəfalı toziklərdən sonra yazımız da olacaq, ondan hətmən faydalanacaqsınız. Biz deyirik, musiqinin əlifbası 7 dənə səsdən ibarətdir. Do, re, mi, fa, sol, la, si. Ki, bunları sazın üstündə piyadə edirik. Do, birinci notumuzdur. Üst simlərdə qərar tapırıq. Qopuz alətində üst simləri biz do səsləndiririk. Hala, hər hansı notda köhlənir. Ancaq səslənməsi öz adımızla, öz dilimizlə hətmən do olmalıdır. Bunlar hamısı yazıda qeyd olacaq. Və çünki sazda 3 seri sim var. Aşağı simlər, orta simlər və üst simlər.
Hələ ki, üst simləri ortadan və aşağıdan ayıra biləsiniz. Üst simləri dairə içində göstəririk. Orta simləri parantez içində və aşağı simlər ki, ümumi simimiz daim barmaqlarımız onun üstündə dolanacaq. Onlar da beduni parantez və dairə. Mən kəməri taxdım. Üçün əgər istəsəm kəmərsiz istifadə edəyəm, eyni gitaristlər kimi gərək paya qoyaq ayağımızın altına ki, ta bu fasiləyə ki, qopuz dayanır qıçın üstündə, sinə ilə biraz yaxınlaşsın, ta sən rahatçılıq hiss edəyəsən. Bəs əgər payadan istifadə elədiniz, kəmər bəlkə lazım olmayır. Yox, kəmər paya olmasa həttəmən kəmərdən istifadə edin ki, saza müsəllət olur. Biz birinci notumuzu üst simlərdə sizə tanıtdırdıq. Bu not həttəmən dairə içində olmalıdır. Quruluşu da budur. İkinci notumuz Re'dir. Re aşağı simlər. Biz orta simlərin çox irtibatımız olmayacaq, onlara kök simi deyilir. Yəni nisbət havalarımıza, dəstgahlarımıza onun səsi dəyişilə bilər. Mütəğəyyir bir səsdir, mütəğəyyir bir simdir, mütəğəyyir bir notdur. Ona görə kök simi deyilir ona. Belə aşağı simlərimizin adı Re'dir. Bu iki not daim köklərimizdə fasilələri bir pərdədir, onu nəzərdə alın. Yəni aşağı simi hər nə kökləsə, üst simi ona gəlib bir pərdə bənd edilir. Bəs birinci notumuz Do, ikinci notumuz Re. Bu Re'yə eləyə bilərsiniz, tamam simləri də vura bilərsiniz, amma Do'ya olmaz. Do ancaq müxtəs üst simlər. Re belə dolar, 5 sim dolar, 8 sim. Mi üçüncü notumuzdur, amma sazın pərdələrinin üstündə ikinci pərdədir. Və dördüncü notumuz Fa deyilə pərdədə də 4'dür. İkinci barmağını tuturuq. Beşinci notumuz Sol'dur, amma pərdədə 6'dır. Altıncı pərdəyə üçüncü barmağımız çatmadığına görə burada bir cavcayı lazımdır. 2'yi götürürük, 1 gəlir dördüncü pərdəyə. Üçüncü barmaq oturur altıncı pərdədə. Sol səslər. Bunların aşıq sənətində gözəl adları var. Kimi pərdəsinə deyirlər baş pərdə, Fa pərdəsinə orta pərdə, ruhani pərdəsi, divan pərdəsi, hələ bir hava ilə bir adına səsdir. Və amma sol pərdəsi şah pərdə səslənir, aşıq sənətində. Soldan sonra gedirik 6-cı notumuza ki, burada 8-ci pərdədir. Biz 3 barmaqdan çox mənim metodumda işləmir. Çox adam cürü barmağı işlədir, o zaman işlədir ki, 3'ü götürüb bunu işlədir. Mən müxalifəm, Allah heç özüm üçün istifadə eləmirəm. Hər kəs bu məktəbi özünə ülgü bilsə, işlətməsin. Yox, başqa bir yerlərdən istifadə eləsə, özü bilər, əslən nəhy eləmir. Biri pis, biri yaxşı deyil. Ancaq burada bizim metodumuzda 3 barmaqdan çox istifadə olunmadığına görə La'ya 8-ci pərdəyə 1-ci barmaq aparır. Və bu necə aparılması özü bir dənə elmidir. Barmaq necə rahat olar, bunları dəfələrcə təmrin edir. Sol oldu 3-cü barmaq. La'ya getməyə həttəmən yolu aşmalıyıq ki, 1-ci barmaq çox rahat geçsin 8-ci pərdə. Və son notumuz 7-ci not Si, 10-cu pərdə. Bu bizim 7 notumuzun sayısı və sırası idi. Do, Re, Mi, Fa, Sol, La, Si. Bu hesabından görürük ki, biz hələ yarı pərdələrimiz qalır. 10 pərdə gəlmişik, 10'u qalır. Bəs eləyə bilirik, ikinci seri əz 7 notumuzu da eləyə bilirik orada imtihan edəyək və təcrübə edəyək. Bu ikinci do ki istirik do tutaq, nisbət qəbliki doya ki simləridir, zir dodur. Üçüncü barmağının 11-ci pərdəni tutsaq, onlar doya zir. Bəs bundan bir yana hər hansı pərdəni istəsək təcrübə edəyək, zir notlarımızdır. Bəs sazda, tarda, seytarda, tamam simli sazlarda. Üstə tərəf getdikcə səslər bəndləşər, aşağı tərəf gəldikcə səslər zirləşər. Birinci barmaq La'da idi, ikinci barmaq Si'də, üçüncü barmaq Do'da. Biz bu gedişata ki deyirik Do, Re, Mi, Fa, Sol, La, Si, Do. Bu fasiləyə elmi cəhətdən deyərlər 1 oktav. Sazda 1 oktav məsiri tey eləmişik. Varid olmuşuq 2-ci oktav var ki, fikir eləmirəm 2-ci oktavı tutulabilir. Yəni ikinci, bundan sonra bir ayrı doya da müraciə eləyə bilsək, olacaq 2 oktav ki, olmayacaq. Do'dan başlayır, sonra Re notuna 13-cü pərdə 1-ci barmağına gedir.
Re'den sonra mi ezir 15-ci pərdə 2-ci barmağına, fa ezir 16-cı pərdə 3-cü barmağına və sol ezir 1-ci barmağına 18-ci pərdə və la ezir ki bizdə son pərdədir. Çoxlu dostlarımızda bundan sonra da pərdələr var. Onda həttəmən 2-ci oktavı da eləyə bilirik ki, təcrübə eləyək. Və dedim bir normal sazda layacan görür və 20 pərdə görür. La ezir 20-ci pərdə. Bu bir dənə bizə hərəkət olacaq. Do, re, mi, fa, sol, la, si, do, re, mi, fa, sol, la, re notunda parmağım düz səs vermədi. Bir də do, re, mi, fa, sol, la, si, do, re, mi, fa, sol, la. Bu həttəmən tamam öğrencilər üçün pişnahad olur ki, dəfələrcə sürət mühümdə düzgün səsləndirmək, parmaqları düzgün yerlərində qoymaq çox hesabdır. Sürətə hələ fikirləşməyin. Bundan sonra bizim tövsiyemiz sizə mizraplarımızla tanış olmağızdır. Əgər bu mizrabı istəsəniz, tanıyasınız, buna biz üst mizrab deyirik və mənim metodumda da 8 əlamətindən görsənir. Və bir dənə də bunun bərəksi alt mizrabımız var. Buna 7 ilə görsədir. Üst alt, 8 əlaməti, 7 əlaməti. Və bundan sonra pişnahadım budur ki, üst altın çox sürətindən trimol adında bir teknik vücuda gəlir. Ki tamam notlarda təcrübə edə bilərsiniz. Çünki trimolun quruluşu üst altın çox sürətindəndir. Həttəmən son notumuz və son mizrabımız yaddan vurular. Və bundan sonra mənim teoriya görə, tanışlığa görə son sözüm qalıb, o da bemol diyez. Və bir dənə də bekar. Hər hansı notun öz əsli yerinə istəsək, bəzi təğyiratlar biz nişanə qoyaq ki, məsələn, burada notun özü işlənir, bekar kələməsi işlənir. İndi bemol nədir, diyez nədir? Bemol hər hansı notun yarım pərdə bəmə sarı getməsi, ya bir nota ki, bemol ixtisas verilir. Məsələn, sola deyirik, sol bemol. Onda həttəmən sol notundan yarım pərdə bəmi tutmalıyıq. Bu yarım pərdə bəzən bir xan olur, bəzi sazlarda görsən 2 xan olur, bunlar mühümdür. Burada yerlərini ölçəcəksiniz. Sol 6-cı pərdədir. Sizə eylem olunur ki, sol bemol tutun, bemol bəmənayı yarım pərdə bəmə tərəf getmək. Həttəmən olar 5-ci pərdə. Və bunun təzaddı da diyezdir. Əgər faya nisbət biz istəsək fanın diyezini tapaq, fa 4-cü pərdədir, 5-ci pərdə olar fa diyezdir. Bəs bizim fərli notlarımız ki, mabeyn 2 dənə əsli notdur, onlara 2 adı var. Həm bemolla nisbət vermək olar, həm diyezlə qalıb şəraiti bizim havamıza indi homogiyyəti qərar tapmışıq. İndi biz solu eləmişik, sol bemol. Bundan sonra bəzən tələffüz elərlər ki, solu bekar tutun, yəni solun öz yeri tutun. Bu qədər sizə birinci dərəcədə bilgi verə bilirəm. İnşallah o birinci dərəcədə ayrı bir məlumat olmayacaq, başlayacaq. Havalarla bağlı həm sizə texnikləri tozih verməyə. Sağ qalın, səlamət.